Gününüz aydın, hər vaxtınız xeyir olsun. Yeni bir vloqa başlayırıq. Bəli, bu möhtəşəm yağışlı havada mən çöllərdəyəm və səhər yeməyinə gedirəm. Bu yağışlı havada təbii ki, mən ancaq Sənbər üçün gələ bilərdim bu zavtraka. O da burada çəkiş eləyir. Yağış indi yavaş-yavaş dayanır sanki. Sənbərlə səhər yeməyimizi yedik, içdik, söhbət elədik, video çəkməyi unutdum və nəhayət axşam düşmüşdü. Yoldaşım dedi, gəl çıxaq şəhərə. Gəldik Gəncəyə mola. Bu yağışda ancaq elə bilirəm ki, gəlinəsi yerlər, mollardır. İndi mən bəyəndiyim bir dənə dəri pencək var, daha doğrusu dəri kurtka. Ona baxmaq üçün gəlmişik Zaraya. Mən istəyən kurtkadan qalmayıb. New Yorker'da belə qəşəng tişörtlər var. Cürbəcür. Qiymət də münasibdir. 20 və 30 manat arası. 5 dəqiqə gəzmişdik ki, sizə nə oldu? Aclıq. Gəldik yemək yerinə görə nə yeyirik? Hə. Mən gələcəm. Deməli, burada Berlin dönər var ondan. Bir dənə də lahmacunu buradan mı, əjdahadan mı bilmirəm. İkisindən birindən seçib yiyəcəm. Kamran özünə İskəndər sifariş edib. Ümid edirəm səsim gələcək. Hər birisi üstünə səs yazmalı olacam. Siz bu gün ortada dolma yeyib. Bir insan nə qədər ət yeməyi sevər. Bilmirəm, sizin də qardaşınız, atavız, yoldaşınız, qohum əqrəbavız belədir. Çünki niyə bu qədər ət sevir? Onun yeməyini sizə göstərim. Ramiz köftədən sifariş eləyib. Neçə görsən, Kamran? Porsiyası da yaxşıdır. 9 baht 70 qəpiyə çox yaxşıdır. Mənim də yeməyim hazırdır. O Kamran gəlinə qədər qiymətlərinə baxaq. Deməli, sadə lahmacun 3.40, Berlin dönər 6.60. Mən ətli seçmişəm. Bir dənə də 0.5 kola. Burada da İskəndər dönər 9.70. Ədəvilər vurum, Kamran gəlməmiş. Mənim sifarişlərim də gəldi. Berlin dönərə bir dənə baxın. İçi dolu-dolu. Və biraz turşumsu dadı var. Əgər yoxlamamışsınız və turş dadları sevirsinizsə mütləq yoxlayın. Biz molda gəzəndə gördük ki, Kontaktomda endirimlər var. Biz hər dəfəsində elektronika mağazalarında xüsusilə endirim görürüksə mütləq şəkildə giririk. Çünki ehtiyacımız olan nəsə bir şey endirimdədirsə və biz bunu qaçırarıqsa, buna çox pis olarıq. Bu dəfə də yaxşı ki girmişik. Çünki gəlib gördüm ki, Temuda 32 manata gördüyümün daha yaxşı versiyası 20 manata düşüb burada. Hətta 20 manat da yox. 18 manat 99 qəpiyə. Unutdum. Bu tiftik aparatıdır. Bir də o açılsa işləməyəcək. Aha. Açıb təmizləyə bilərsiniz. Evsiz işləməyəcək. Bunda kilidi var. Allah. Uşaq əlizat kəsmə səbəbi yox. Zaret qasteti nədir, düzdür? Type-C-dir. İstəyiniz var, zərətləyə bilərsiniz. Allah. Bir dənə bunu. Bir də balaca, yox, kəsicidir. Kabel arxasında. Bu əlavə kəsicidir. Kabel buradadır. Bəli, içində istəsiniz dəyişə bilərsiniz. Kabeli burada. Hə, все, Allah. İkiyə də maaşda gəlir. Bütün getsin, göstər. Hə, getsin. Aldıq. Yol üstü türk paxlavası da aldıq. Nəhayət gəlib evə çıxa bildik. Gələn kimi ilk iş çaynik yumuşam, amma qurulamadan birbaşa çay dəmləyirəm. Məncə heç nə olmaz. Ərindim düzü qurulamağa. Mən ən çox çəki çotlu çay sevirəm. Ona görə bol-bol çəki çot atıram. Qəşəng bir çay dəmləyim. Türk paxlavası ilə çay çək. Nuş eləyək. Mən birbaşa dəmləyirəm çayı. Yəni dəmini az tökürəm ki, birbaşa buradan stəkanı tökə bilək. Bu isə Nuşdan aldığımız paxlavadır. Elə buradan yaxşı deyə streçləyirlər üstünü. Belə. Onu da deməyi unutdum ki, baxın biz bu qədər paxlavaya 4 manat vermişik. Yəni Kamran şokdaydı. İndi isə bu kontaktda aldığımız tiftik təmizləyən aparatı. Kamran dedi ki, bu dəfə istəyirəm mən eləyim. Həmişə deyir, sən eləyirsən paket açılımlarını. Bu dəfə mən eləyim.
Biz aldıq 19 manata. Ədəbəsi mənimdir də, hə? Ədəbsən. Sən çox yavaş eləyirsən, amma izləyicilərimin ürəyi sıxılacaq. Var keçərsən. Səhv eləmirəmsə sizə əvvəlki vloqların birində çəhrayı rəngdə bir tiftik aparatı göstərmişdim. Hansı ki, Sənbər onu Temudan səhv eləmirəmsə 8 manata almışdı, amma onun gücü nisbətən zəif idi. Mən başqalarına baxanda gördüm ki, daha güclüsü 32 manatdır. Amma buradan 18 manat 99 qəpik aldım. Hansı ki, məndən bir müddət əvvəl soruşsaz, nəyə lazımdır deyəcəyim, bu tiftik aparatı indi mənim böyük bir ehtiyacıma çevrilib. Çünki paltarlarda olan tiftikləri, divanın üzərində olan tiftikləri ən yaxşı tiftik aparatı aparır. Nə lezva, nə də o əldə fırlada var yapışqanlı olan. Onların heç birisi bir işə yaramır tam olaraq. Yəni öz funksiyasını %100 yerinə yetiren sadəcə bu aparatlardır. Düzdür, belə flaşı yandıranda daha da bərbad görünür, amma da bu qədər də bərbad deyil. Nəsə bir hissəsindən yoxlayaq görək alınırmı? Elə səsiz eləmədə, yavaş elə. Nə elədiyim yer göstərir. Tərtəmiz elədim. Bir də biz yenə və yenə də La Casa de Papel-ə başlamışıq. Netflix-də filmlərə baxmağı sevirsinizsə və əgər hələ də bu filmə baxmamısınızsa, biraz məndə əvvəllər məşhurluqla bağlı problem var idi. Yəni çox məşhur kinolara baxa bilmirdim. Özümə asılı idi. Amma sözün əsl mənasında bu film baxılmalı filmdir. Baxmamısınızsa çox şey itirmisiniz. Yeni bir gündən hər kəsə salamlar. Və məşhur outlet eyni zamanda endirimlərdən yararlanmaq üçün City Park Mall-a gəlmişik. TikTokda, Instagramda insanların ağzında davamlı bu outleti eşidirdim və mən də dedim ki, gedim sizin üçün çəkim, özüm üçün də baxım görüm nə var, nə yox. Burada ümumiyyətlə molda gördüyümüz brendlərin bir çoxunun stendi var idi, hansı ki, paltar, kosmetika, aksesuar, saat, yəni çox məhsul var idi. Hətta ev əşyalarına belə endirim olan mağazalar var idi. Dekalif kimi məsələn mənim ən sevdiyim brendlərdəndir. Amma ümumi nəzər yetirəndə endirimdə olan məhsullar mənə elə gəlir ki, onsuz da dövr-dövr endirimə düşən məhsullardır. Yəni o qədər sıxlığa, o qədər qalmaqala, o qədər insan topluluğuna girmək buna görə mənasızdır. Mən düzü baxdım, nə paltarların keyfiyyəti xoşuma gəlmədi, nə də ki endirimə qoyulan məhsullarda belə wow bir endirim görmədim. Çünki onsuz da normalda da endirim olan məhsullar gətirilib belə bir burada təkrar satışa çıxarılıbmış kimə gəldi. Bəlkə də elə məhz bu məqsədlə eləyiblər. Nəysə ki, biz heç nə almadıq, elə meyvə şirəmizi alıb oradan çıxdıq. İndi də gəldik Papaysa, günorta yeməyə, daha sonra gedəcəyik çamadan almağa. Biz tenders götürmüşük, soslu qanadlar götürmüşük, bir də cajun free. 1972 sosu, bir də barbekü sosu. Bunların hamısına nə qədər verdik? 26 manat. 26 manat vermişik. Dediyim kimi elə oradaca yemək yeyib çıxdıq gəldik. 28-də burada çamadanlara baxmaq üçün əslində çamadana sədərəkdə gedib alacaqdıq. Amma düşündük ki, elə taksi pulu 10 manat verib getmək və gəlmək artıq şəhərdəki qiymətə başa gəlir. Ona görə də ən yaxşısı özümüzü yormayaq, elə burdanca alaq. Bizim yaxın zamanda səfərimiz olacaq. Ona görə də 23 kiloqramlıq bagajımız var və beləliklə belə böyük bir çamadan lazımdır. Çünki məndə evdə balaca boy var idi. Biz normalda qara rəng seçməyəcəkdik, amma bizə lazım olan ölçü və kriteriyalara sadəcə bu uyğun gəlirdi. Bizə də bildirdilər ki, narahat olmayın, buna çixol satılır. Yəni çixol alıb istəsəniz üzərinə eləyə bilərsiniz. Bu da nəyə görə qızlar? Qara çamadana qarşı deyiləm. Sadəcə olaraq o qədər insanda qara çamadan olur ki, çamadan artıq aeroportda gələndə siz öz çamadanınızı tapmaqda çətinlik çəkirsiniz. Məsələn, mənim əvvəlki çamadanım çəhrayı rəngdə idi, gül qurusu rəngdə. Gələn ki, mən onu görüb sıraz götürə bilirdim. Amma qara çamadan o qədərdir ki, dediyim kimi, orada artıq tapmaqda çətinlik çəkirsən. Hə, qızlar, biz evə gəldik. Bura fikrimin, o Kamranın idman daşlarıdır. İdman üçün istifadə edir. Ona görə də balkona nə qədər deyirəm ki, qoy balkona, deyir ki, mən gün aşırı idman edirəm. Hər dəfə balkondan gətirmək istəmirəm, qoy qalsın orada. Nəysə, qonaqlar gələnə qədər burada qalır müvəqqət. Hər qonaq gələndə artıq aparıb qoyuruq arxa otağa. Nəysə, deməli mən sizə bu iki dənə çamadan göstərmək istəyirəm. Bu çamadan bizim yeni aldığımız çamadandır. Olduqca böyükdür. Əşyanın yığmağından asılı olaraq 20 kilodan 30 kiloya qədər əşya doldurmaq mümkündür. Qılıç çamadan bizlə bir yerdə Dubayı, Maldivi gəzdik. Bu nisbətən balaca ölçüdür. Amma bunu bizə 25 kilo adı ilə satmışlar. Amma Maldivə gedəndə biz buna maksimum 10 kilo əşyayı sığdıra bildik. Yəni ki 25. Hə, deməli bunun
25 kiloluq bagajımız vardı, amma ancaq 10 kilo doldura bildik. Beləliklə 15 kilo bizdə qaldı. Əslində ehtiyac da yox idi düzü. Çünki yay paltarları zaten çox az olur və yüngül olur. Ona görə də bu bizə kifayətlənmişdi. Amma indi biz inşallah yeni bir səyahətə çıxacağıq. Həmin səyahətdə bizə böyük bir bagaj lazımdır. Çünki aprel ayında gedəcəyik və aprel ayında gedəcəyimiz üçün kurtka və s. artıq buna yerləşdirə bilməyəcəkdik. İndi maraqlanırıq ki, görək bunu əl çantası kimi, axı 10 kiloluq yük olur hər bir insanda, 10 kilo yük olur. Bunu əl çantası kimi istifadə edə bilsə əla olar. Çünki mən orada görürdüm, biz çiyin sumkası götürmüşdük, bildiyiniz rukzak rus dilində. Amma belə bir şey götürmək olsaydı, bunu götürərdik. Mən orada gördüm, bəziləri belə bir şey götürmüşdü. Amma Kamran deyir ki, onlar nisbətən balacaydı, bu böyükdür. İndi biz baxmaq istəyirik ki, azalda tam olaraq ölçülər nə qədər olmalıdır. Nəysə, bu da belə. İndi istəyirəm ki, biraz dincəlim. Daha sonra da Sənbərciyə gedəcəm. İnanırsınız, bu gün əslində o qədər yoruldum ki, səhər tezdən oyandım, getdim City Park Mola, oradan çıxdıq, getdik çamadana baxmağa. Əslində avtovağzala gedəcəkdik çamadan üçün, amma sonra da fikrimiz dəyişdi. 28-də baxdıq, orada nə qədər çamadanlara baxdıq, nəhayət seçdik, evə gəldik, çay içdik. İndi də təkrar gedirəm marketə, bir iki məhsul alıb qonaq gedirəm. Keçən səfər Sənbərin storiesində WhatsAppda görmüşdüm ki, bəs Adilə atası kindir yumurta alıb, o da necə sevinclə açır, ilahi. Onu görəndə ürəyim getdi, dedim sən dayan. Atandan geri qalaram, heç zarafat edirəm, amma dedim xalası olaraq mən də ona mütləq şəkildə bu yumurtanı alıb təkrar o sevinci görməliyəm. Nəysə, yollar biraz probkaydı. Bizim evdən Sənbərcidə yarım saat 40 dəqiqə yoldur deyə. Bildiyiniz, hər dəfə taksidə ürəyim sıxılır. Amma nəhayət gəlib çıxa bildim. Əsl mənasında. Uzun zaman bu hissi yaşamırdım. Sənbər deyəsə istələməyib, gəl deyilməyək. Səmiş qapıma çağırdı. Yoruldum. Ay yol. Adiş. Ay Adiş. Xala bilsən sənə nə alıb? Ay Adiş. Adiş. Dəli Adiş. Açı. Açım. Açım Adiş. Aç. Neyi açım? Bunu açım. Açım. Açı. Hirslənir. Yaxşı, qoy açaq. Bu nədir? Nədir bu? De aç. 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 Özünü aç. Tut. 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 Aç. 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 Al. Miyav. Adiş, miyavdır bu. Yoxsa bu nədir? Şəklinə baxmada eləməyə çalışmışam. Başa düşməmişəm ki, bu saçıymış. Bu isə quyruğudur. Deməli, yavaş balım, yavaş. Bu isə quyruğudur. Buna taxım bir dənə belə. Bir dəqiqə. Hə, bu da quyruq. Belə. Sağlam olayat. Bax, hadi. Tıqıdı. Tıqıdı. Al. Deməli, Sənbər indi bizə dediyim mənə salat var. ən sevdiyi salat hazırlayır. Dedi ki, qarğıdalı, suxari və mayonez qarışdıracağım. Möhtəşəm bir salat olacaq. Bəli. İnanmadım, amma yoxlayaq. Bunu biz Səbu ilə sevgili olanda Səbu qardeşdi ki, bu içində nə var? Bu dedim, belə ay doğasan var. Bu nədir eləmişdi. Sonra Səbu dedi ki, mən istəyirəm, o salatdan istəyirəm. İməndə bu suxarik olmalıdır. Bu peynirlisi də ola bilər, amma mən belə soğanlı daha çox bəyənirəm. Aha. Lazım olduqca Qarğıdalı tökdü, suxarik tökdü, indi mayonez. Bilsəm smetanlı mayonez alardım, belə bir şey eləyəcək bilsəydim. Elə bunu elədim, mən əlavə. Bunu eləmişdin? Dünən bunu eləmişdim. Dön demirəm, bir amcı qalmışdı. Elədim. İməndə bu markayla. Hə, Bax, bu marka. Sənbər xanımın favori salatı. Görün necə dadacaq. Sənbər bizə belə toyuq koteti ilə kartuşka qızardıb və yanında belə bir salat hazırlayıb. Bayaq göstərdim sizə. Dadına baxaq görün necədir. Salatın da dadına baxdım, çox bəyəndim. Videonu isə artıq burada bağlamalıyam. Çünki biraz Sənbərlə vaxt keçirib, daha sonra isə evə gedəcəm. Siz isə videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Əgər videomu bəyəndinizsə kanalıma abunə olub, videonu like edib, komment yazmağı unutmayın. Növbəti videolarda görüşənədək.